Qərbi Azərbaycan kəndləri. Güllübulaq kəndi. Kənd tarixi Şörəyil mahalının Amasya bölgəsində, Arpa çayının sağ sahilində yerləşir. Güllübulaq həmin ərazidə Azərbaycanlıların yaşadıkları ən qədim və ərazi baxımından böyük yaşayış məntəqəsidir. Tədqiqatçılar kəndin təşəkkülündə və inkişafında Hacı Rəsul adlı şəxslə onun qohum əqrəbasının xüsusi rolu olduğunu bildirirlər. Vaxtilə Qərbi Azərbaycanın Qızılqoç nahiyəsində də Güllübulaq kəndi olub. Bunları fərqləndirmək üçün Şörəyil mahalında yerləşən yurd yeri Türk Güllübulağı yaxud Qarapapaq Güllübulağı adlandırılır. O dövrün sənədlərində də kəndin adı belə qeyd olunur. Qarapapaqlar isə məlumdur ki, məşhur Türk tayfalarından birinin adıdır. Amasya'nın Güllübulaq kəndində 1886-cı ildə 673, 1897-ci ildə 958, 1914-cü ildə 1137 nəfər Azərbaycanlı yaşayıb. Bu qədim yurd yerimiz 1918-19-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olub. 1918-20-ci illərin məlum hadisələri zamanı ermənilər bu kəndi də xarabazara çeviriblər. Qaçqın düşən əhali Türkiyənin Qars və İranın Xoy, Səlmas əyalətlərində məskunlaşıblar. 1921-ci ildə imzalanan Qars müqaviləsi ilə bölgədə sakitlik yaranıb və təəssüf ki, Güllübulaq kəndi də təzə yaradılan Ermənistan Sovet Respublikasının tərkibinə verilib. Bundan sonra qaçqın əhalinin bir qismi öz ata-baba yurduna qayıdıb. Lakin çox keçmədən kənd sakinləri yeni hökumətin repressiya siyasəti ilə üzləşiblər. 30-cu illərdə Türkiyə ilə qohumluq əlaqələrini bəhanə edərək ailələrin çoxunu Qazaxıstana sürgünə göndəriblər. Ağır, məşəqqətli sürgün həyatından geri dönən insanlar kəndi yenidən dirçəldiblər. 1988-ci ildə bu yaşayış məntəqəsinin əhalisinin sayı 3000 nəfər təşkil edirdi. Elə həmin il bu insanların hamısı Ermənistan rəhbərliyinin bilavasitə göstərişi ilə öz doğma yurd yerlərindən deportasiya oldu. Abidələri, qəbristanlıqları vəhşicəsinə dağıdan ermənilər Güllübulaq adını da dəyişərək Urakın qoyublar. Qərbi Azərbaycan kəndləri.